8 noyabr Azərbaycan xalqının şərəf, qürur və qəhrəmanlıq günüdür. Bu günü biz müzəffər ordumuzun 44 günlük vətən müharibəsində qazandığı tarixi qələbəni böyük fəxrlə qeyd edirik. Bu gün paytaxtımızın küçələrindən hərbi orkestrin sədaları altında irəliləyən Nizami ordu əskərlərimiz xalqımıza vətən müharibəsində qazandığımız qələbənin o xoş anlarını bir daha yaşadırlar. Zəfərin mübarək Azərbaycan.